Qarşıdan abituriyentlərin qəbul imtahanı gəlir. Peşə təhsili alan və bir sənət sahibi olanların qazancı bəzən ali təhsilli şəxslərdən də yüksək olur, amma cəmiyyətdə hələ də diplomsuz gələcək olmaz düşüncəsi hökm sürür. İndiki reallıqlar isə tam əksini deyir. Şahid oldum ki, sırf peşədə o diplom şərt deyil. Diplom alıb evdə saxlamaqla deyil. 500 min manat civarında qazanmaq olar. İnanın ki, 10 ildən təcrübələn, 20 il təcrübəli qədər 2000-dən, 3000-dən və hətta can qoysaz, siz 4000-dən çox manat qazana bilərsiniz aylıq. Ətrafımızda minlərlə insan var ki, ali təhsil almadan peşə olaraq da öz yerini tapıb, qazancını sabitləyib. Bu sənət sahiblərindən biri də bu bərbərdir. Peşə təhsili alıb, indi isə qazancı bir çox ali təhsili gəncdən daha çoxdur. Məsələn, mən 27 il təcrübədəyəm. Tək bərbərlik yox, sahibkarlıq da başladım eləməyə. Və mənim qazancım əlbəttə 2 qat artdı. Universitet oxumaq bəziləri üçün hədəf, bəziləri üçünsə sadəcə bir məcburiyyətdir. Bugün elə insanlar var ki, diplomları yoxdur, lakin bank hesabları doludur. Biri bərbərdir, biri aşpaz, biri dərzi. Turizm sektorunda çalışan tələbələrimizin əmək haqqısı, aşpazların, qənnatçıların əmək haqqısı o qədər yüksəkdir ki, belə deyək ki, ali təhsillə hər hansı bir şəxsin əmək haqqısından qat-qat yüksəkdir. Hətta onu qeyd edeyim ki, bizim tələbələrimizin arasında ali təhsili bitirmiş, bakalavr, hətta magistr dərəcəli tələbələrimiz də var ki, onlar ali məktəbi bitirdikdən sonra işlə təmin oluna bilmədiklərinə görə peşə təhsilinə müraciət edirlər. Bəs niyə peşə təhsilinə münasibət hələ də soyuqdur? Təhsil öz sözünü deyir. Ali təhsil olmuş bir şəxs hər yerdə məncə ona iş var. Sənət peşə belədir ki, o həmişə sənə çörək verir. Yəni mən tərəfdarıyam. Ekspertlər də deyir ki, ali təhsil ocaqlarını bitirənlərdən fərqli olaraq peşə məktəblərini bitirənlərin demək olar ki, hamısı iş sahibi olur. 10 il ərzində əleyhdən keçirilib, əmək bazarı ilə peşələr ixtisas tutuzdurulub, müqayisələr aparılıb, hansı bugün 2025-ci il üçün və bundan sonra illər üçün vacibdirsə, yalnız saxlanılıb. Və buna görə də bizdə peşə təhsilinə olan münasibət kökündən dəyişməlidir. Düzdür, biz deyirik saylar artıb, amma bu saylar hələ də ürəkaçan səviyyədə deyil. Fidan Səfər, Rəşad Əkbəroğlu, Space xəbər.